Gənc və gözəl Proserpina bir gün çiçəklər toplayarkən Hades ona vurulur və onu yer altına qaçırmağa qərar verir. Birdən yer yarılır və qara atların sürdüyü qızıl arabası ilə Hades yer üzündə peyda olur və Proserpinanı tutur. Qız nə qədər çırpınsa da Hades onu arabasına mindirir və yeraltı dünyasına aparır. Qızının qışqırıqlarını anası bərəkət tanrısı Demeter eşidir, amma anası çatmamış Proserpina yeraltı dünyasının dərinliklərində yox olur. Qızının itməsi ilə dərin kədərə boğulan Demeter bütün dünyanı qıtlıq və səfalətə məhkum edir. Torpaq quruyur, toxumlar cücərmir, əkinlər, biçinlər tamamilə dayanır. Bunları görən qızın atası baş tanrı Zeus razılıq əldə edilməsi üçün tanrıların elçisi olan Hermesi göndərir Hadesin yanına. Hades isə istəməyərək də olsa bu razılığı qəbul etmiş kimi görünür, amma mövzu Hades. O heç yaxşılıq eləyər. Amma nəhayət ki Zeusun başçılığı ilə razılıq əldə edilir və beləliklə Proserpina ilin yarısını anasının yanında, yarısını isə yer altında Hadesin yanında keçirir. Beləliklə Proserpina hər dəfə yer üzünə gələndə təbiət canlanır, əkinlər artır, çiçəklər açır və yaz və yay baş verir. Proserpina hər dəfə Hadesin yanına gedəndə isə Demeter yer üzünü yenidən kədərə boğur və bitkilər solur, biçinlər sonlanır və qış gəlir. Beləliklə antik Yunan və Romada fəsillərin necə yarandığını öyrənmiş olduq. Və sən Benninin bu şah əsərini bəyəndin ya yox? Fikirlərini rəylərdə bildirməyi unutma. Hələlik.